Şəhidimiz Mehdi Fərzulazadə 27-si 7-ci ay 1995-ci ildə dünyaya göz açmışdır. O, orta təhsilini 208 nömrəli tam orta məktəbdə alır. Şəhidimiz uşaqlığından mərdlik və vətənpərvərliyi ilə seçilib. O hər zaman şəhidləri, məxsusən Vüqar Bədəlovu özünə örnək götürmüşdü. Bununla yanaşı öz dininə böyük məhəbbət bəsləyib. Və onun həyatında İmam Hüseyn əleyhissalamın böyük rolu var. Onun bu cür özəl xüsusiyyətləri şəhidlik yolunda ilk addımları olur. O uşaqlığında futbola böyük maraq göstərir. Haqqında danışmaq istəsəm, yəni onun haqqında danışmağa sözlər belə acizdir. Çünki 25 illik ömründə əsl Allah istəyən cür yaşayıb. Əsl Allah istəyən cür ömür sürüb. Allah istəyən cür, Allah necə insandan yaşamaq tələb edirsə, o cür həyat yaşayıb. Onun ən böyük xüsusiyyətlərindən biri nələrsə qurban verməyi bacarırdı Allah yolunda həmişə. Məsələn, işdən yorğun gələrdi, məsciddə xidmət var. O yorğunluğa baxmadan qaçardı məscidə, xidmət eləyərdi bizi ilə bir yerdə. Məsəl üçün, nəsə bir problem olurdu qonşularında, nə olsun ki yorğundur. Mehdinin işlədiyi iş çox çətin və Mehdini yoran bir iş idi, işlədiyi peşə. Amma buna baxmayaraq o işdən gəlib həm Allahın evində, həm digər insanlara, həm ailəsinə, həm qohumlarına əlindən gələni eləyirdi. Axıra qədər döyüşüb geri dönməyən bütün uşaqların xatirəsinə, bütün şəhidlərimizin xatirəsinə. 120 ilə müharibəyə başladım, düşünürdü ki təlimdir başqadır. Mən əskərin gözündə yaş tapıb anladım, əskərlik müharibə başqadır. Gülürdüm yaşayanda anladım, mən yaraları qaşıyanda anladım. Dərk eləmirdim harda olduğumu, sonra şəhid daşıyanda anladım. Bir adam zayıftı, bir adam güclü. Bu havaya da bir aya düştü. Geldiğimiz gün səhv yola girdi. Maşında uşaqlar minaya düştü. Soyuqda, şaxtada necə dayanırdı. Zülmət qaranlıqda gecə dayanırdı. 10 nəfərə bir tikə əti bölürdü. Amma doydum deyirdi, biz ona inanırdıq. Sanki o yağışda yağırdı mənə. Mülkidən gəlirəm ağırdı mənə. Mərmidən üstümə tullanan zabit ana əmanəti kimi baxırdı mənə. Yaxınımda bombalar partlayırdı, yanımızda çox uşaqlar ağlayırdı. Atırdıq erməni ölürdü, sevincdən hamı bir-birin qucaqlayırdı. Hamı ölümü belə yox sayırdı, sanki Tanrı sınağa çəkib yoxlayırdı. Torpağa getməyi gözləyən uşaqlar hər gün torpaqda yuxlayırdı. Qaçanlar yolları nazdılar ki, bilə-bilə qəbrini qazdılar ki, soruşsan tarixi bilməyən uşaqlar elə bir tarix yazdılar ki. Və mən gözəl şeylərin, gözəl insanların başına gələcəyinə inanıram.